Herkese salam, kanalıma hoş geldiniz. Bugün benim için adi günlerden biridir ama yine de vlog çekmek istedim. Bir günümü sizinle bölüşmek istedim. Əvvəlcə qızımı bağçaya apardım, qayıdarkən yol üstü məhəlləmizdəki balaca mağazinə daxil oldum. Özüm üçün sevdiyim şirniyyatı aldım və evə lazım olan bir neçə ərzaq. Evə gəldim, evdə kiçik təmizlik işləri gördüm. Axşamdan evimiz təmiz idi, ona görə də dərindən təmizlik etməyə ehtiyac yox idi. Daha sonra mətbəxə keçib yemək hazırladım. Ümumiyyətlə bugün mətbəxdə çox işim var. Və ona görə, düzü də ona görə vlog çəkmək istədim ki, hazırladıqlarımı sizlərə də göstərim. Əvvəlcə yemək hazırladım, daha sonra isə çox dadlı bir piraşki hazırlayacağım sobada. Mütləq sona qədər izləyin ki, onun da hazırlanma prosesini görəsiniz. Bu yeməyə biz tərəflərdə sıyıq deyilir, göyərtidən hazırlanır. Yaz və yay aylarında daha çox hazırlanan və evimizdə sevimli yeməklərdən biridir. Mən özüm çox da sevmirdim əvvəllər, daha sonra ailə üzvlərim xoşladığı üçün, tez-tez hazırlamalı olduğum üçün artıq özüm də sevməyə başlamışam. Hazırlanma qaydası çox sadədir. Əvvəlcə soğanı qovururuq, içərisinə doğranmış göyərtilər, düyü və zövqə görə duz istiot əlavə edirik və çox ləzzətli, dadlı, əsl yaz yeməyi alınır. Daha sonra mən gedirəm, qızımı bağçadan götürürəm və birlikdə şahmata gedirik. Şahmat məktəbindən kadrlar çəkmədim, çünki orada başqa uşaqlar da var, onların görünməsini istəmədim. Evimizə dönürük, müəlliməsi ona verdiyi tapşırıqlara baxır, tez tələsik. Daha sonra gedirik qızımla birlikdə bayaq sizə söz verdiyim dadlı piraşkilər hazırlamağa. Dostlar, bu piraşkilər sobada hazırlandığı üçün, yağda qızarmadığı üçün məncə daha faydalıdır. Digər yağda qızarmış piraşkilərə nisbətən bunu yedikdə mədədə ağırlıq hissi olmur, daha tez həzm olunur. Hazırlanma qaydasını və istifadə etdiyim ərzaqların miqdarını burada sizinlə bölüşəcəm. Amma daha ətraflı hazırlanma qaydasını videonun açıqlama hissəsində yazacağım. Orada eyni zamanda hazırladığım yeməyin də reseptini yazacağım. Əgər sizə maraqlı olsa, siz də hazırlamaq istəsəniz, buyurub oradan baxa bilərsiniz. Əvvəlcə 1 stəkan ilıq su, 1 stəkan süd, 1 xörək qaşığı maya və 1 xörək qaşığı şəkər tozu əlavə edirəm və həmin mayanın aktivləşməsi üçün gözləyirəm. Üzərində qabarcıqlar yarananda artıq bilirəm ki, maya aktivləşib hazırdır və digər ərzaqları hissə-hissə əlavə edib xəmir yoğururam. Belə yumuşaq xəmir alınır, onu gözləmək lazımdır ki, biraz gəlsin. Bu prosesi mən sobada edirəm, onu isti sobaya qoyuram və bu daha tez baş verir. Təxminən 20 dəqiqə ərzində artıq xəmirimiz hazırdır. Daha sonra isə onu 2 hissəyə ayırıram və hər bir hissəni də belə ayırıram. Xırda kündələr hazırlayıram. Hər bir xəmiri kündəliyirəm əvvəlcə eyni ölçüdə. Mən piraşkilərin içi üçün içlik hazırlayıram. Bunu adətən kartofdan edirəm. Adi hamımızın bildiyi kartof püresi hazırlayıram. Kartofları doğrayıram, yaxşıca qaynadıram və qaynamış əzilmiş kartofun üzərinə zövqə görə duz istiot əlavə edirəm və bu kartofu həmin piraşkilərin içinə əlavə edəcəyəm. Və eyni zamanda bizdə evdə qızım şorla xoşlayır. Ona görə də mən bəzilərinin içərisinə şor qoyuram, şokolad qoyuram, mürəbbə cemi qoyuram. Yəni bunlardan da sınaya bilərsiniz. Hər biri də çox dadlı olur. Amma əsl gözəl yaraşan ən dadlısı kartof püresidir. Daha sonra xırda kündələri götürürəm. Bu videoda gördüyünüz kimi ona forma verirəm. Kartof püresini içərisinə əlavə edib kənarlarını möhkəm sıxıram, bükürəm ki, kartoflar bişən zaman içərisindən çıxmasın. Hər birinə belə forma verib soba listinə yerləşdirirəm. Daha sonra təxminən 160 dərəcəli ateşdə sobada bişirməyə davam edirəm. Bu həm asan başa gəlir, həm bişən zaman ətraf çox da çirklənmir. Məsələn, qazda, yağda piraşki qızardarkən bütün ev həm piraşki ilənir, yağ ilənir, həm də qazın ətrafı, mətbəx, demək olar ki, bişirib qutardıqdan sonra 1 saat da lazımdır ki, təmizlik işləri görəsən. Ancaq belə hazırlayanda həm sağlamlıq baxımından faydalıdır, həm də daha az vaxt sərf olunur hazırlanmasına. Üzərinə isə yumurtanın sarısını çəkirəm, daha sonra zövqümə uyğun üzərinə qara küncüt əlavə edirəm. Bu da sizin zövqünüzə uyğundur, istəsəniz əlavə edə və ya etməyə bilərsiniz. Sobada bişmə prosesi də çox zaman almır, təxminən 15-20 dəqiqəyə hazır olur. Çox ləzzətli, dadlı, yumuşaq, doyumlu soba piraşkiləri alınır. Sobaya yerləşdiririk bu kadrlarda və
sobanın qapısını bağlayırıq, gözləyirik ki, pişsin. Mənim ən həyəcanlandığım andır. Şövmiyyatlar sobadan çıxana qədər oradan ayrıla bilmirəm, gözləyirəm ki, tez pişsinlər. Budur, artıq hazırdılar. Bax, belə gözəl həm forması var, həm də dadı var. Dostlar, bu reseptlə hazırlasaz təxminən 32 ədəd pirajka alınır. Elə mən də axşama yemək hazırlamadım. Həm gün ortadan biraz yemək qalmışdı, həm də bunlarla yedik və şəhərə getdik. Sevimli mağazamızın önündən keçirdik. Yoldaşım da düşdü, mənim üçün bu desertləri aldı. Desertlər haqqında bir dəfə video hazırlamışdım. Dubai üsulu ilə hazırlanmış deserti, bunu çox bəyənirəm. Burada isə dəniz məhsulları satılır. Bunları yoldaşım özü üçün alıb, onun xoşuna gəlib. Duzlu, hisə verilmiş dəniz məhsullarıdır. Mən də dadına baxdım, maraqlıydı, xoşuma gəldi. Daha sonra getdik balıq almağa. Balıqlarımızın bir neçəsi ölmüşdü, ona görə onların əvəzində balıq aldıq və digər ehtiyaclarımızı aldıq. Mağazinlərdə videolar çəkmədim, amma məhsulları sizə göstərmək istəyirəm. Əvvəlcə ətirlərdən başlayaq. Burada hər birimiz üçün ətir almışıq. Qramla satılan ətirlərdəndir. Həmişə aldığımız yerdən çox bəyənirik orada olan ətirləri. Qızım üçün belə bir kitab almışıq. Nağıl kitabı və məntiq kitabı. Hər axşam o yatarkən ona nağıl oxuyuram və istəyir ki, fərqli nağıllar olsun. Burada isə geyimlər var, artıq yay ayları gəlir. Ona görə də ona belə qısa qal köynəklər və şortiklər aldım. Burada isə yoldaşımın geyimləridir. Hər biri çox qəşəng idi, xoşuma gəldi. Çəkdim ki, siz də baxasınız. Bunlar isə evdə olmayan ərzaq məhsullardır, çox kiçik. Ehtiyacımız olan onları da götürdük. Ümumi aldıqlarımız bunlardan ibarətdir. Artıq bizdə axşamdır və yoldaşım işləri ilə məşğuldur. Qızım da məntiq kitabını işləyir, mən də çay süzmüşəm və çox maraqlı zaman keçiririk. Qızım gündüz yatmadığı üçün və çox aktiv fəaliyyətdə olduğu üçün gün ərzində axşam yuxusu tez gəlir, saat 9-da artıq o yatır. Biz də gördük ki, yuxumuz gəlmir və yoldaşımla getdik həyətdə çay içməyə. Yay aylarında bunu tez-tez edirik. Belə armudu stəkanlarda çay içib və söhbət etdik. Dostlar, elə burada bu vlogu bitirmək istəyirəm. Ancaq əvvəlcə demək istəyirəm ki, əgər hələ də mənim kanalıma abunə deyilsinizsə, kanalıma abunə olmaqla mənə dəstək olmağı unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.